proyektlər izləyirdim xaricdən. Rusiyadan, başqa ölkələrdən, Amerikada gördüm ki, məsələn, belə bir layihələr var, bizdə ancaq yoxdur. Azərbaycanda yoxdur. Yəni, kimsə edir, yəni bir böyük bir layihə yoxdur. Dedim, bəs belə bir proyekt olsun, hansı ki, həm idman olsun içində, həm biznes olsun, yəni hər şey olsun. Və başladım. Əsas məsələ başlamaqdır. Yəni, bu yavaş. Mən çox o deyir ki, sənin layihəndə kim çəkiləcək? O qorxur, bu qorxur. Dedim, mən yox, hamı çəkiləcək. Şükür Allaha bir bizim de dostlarımız, idmançılarımız hamısı demək olaraq əksəriyyəti çəkilir. Bundan sonra da biznesmenlərin sayı get-gedə artır. Yəni, işimizi görürük. Və məqsədimiz kanal olmaqdır. Ümumiyyətlə, motivator kanal olacaq. Yadda saxla bu söhbəti. Yəni, motivator dünyada ilk dəfə motivasyon kanalı olacaq. Dünyanın heç bir yerində musiqi kanalı var, idman kanalı var, hər kanal, ancaq motivasyon kanalı yoxdur, düzdürmü? Ancaq bu günlər ehtiyac vardır aslında mənə. Motivasyon. Görün, nə qədər sual motivasiyonla bağlı verilir. Görün, nə qədər insan, neçə milyon insan varkən o motivasiyaya ehtiyac var. Ona görə bizim kanalımız inşallah o fəaliyyətə başlayacaq.